Yeni bir gündən hər kəsə salam. Dedim yeni bir vlog başladım. Düzdür, bugün kanalda başqa vlog var, o gedəcək, amma olsun yenə də. Mən vlogumu başladım, arxası gəlsin. Əlimizlə götürdükcə bunları hər dəfə istər-istəməz əlinizə dolur. Dedim bunları qəşəng silim, təmizləyim. Gərək bir dəfə də bunları boşaldım, bunları yuyum. Elə çirkli deyirlər, düzdür. Sadəcə elə içlərindən özlərini belə rəngləndiriblər. Hətta buraları da silim. Kızlar, böyle də yadınızdadır, deyirdim ki, taxta alacağım. İnanırsınız, o vaxtdan bura elə bir istədiyim kimi taxta önümə çıxmayıb. Həm də ki, sədərəyə də getməmişəm. Bunlar da çox gözəldir. Superdir. Nanəm qutarıb, gərək nanəni dolduram. Yəni belə həm işlətməsi çox yaxşıdır, həm də ki pratikdir da, adamın əlinin altında elə çox da tutmur. Götürmək, istifadə etmək də rahat olur. Ərzaq az olanda içərisinə qoymaq da. Sevdim. Gedib gəlin hamı da deyir, bunlar nə şirindir, nə gözəldir. Hamıya da məsləhət görürəm ki, qəşəngdir, hə, ehtiyacınız varsa alın. Şüşəsi də elə nazik deyil, qəşəng qalın şüşəsi var. Demək olar ki, mətbəximə gələn hər kəs bunlar nə gözəldir deyib ilk dəfə görəndə. Mən də sevərək istifadə edirəm. Mən də çiçəyini dəyişdim. Əlimdə hazır güllər var idi. Tortun çiçəklərindən qalmışdı. Bir də belə yarpaq almışdım qəşəng. Onu qoydum, fərqlilik olsun. Pendiri yadımdan çıxıb suya qoymamışam. Gətirib onu dedim suya qoyum. Kızlar, belə 200 ml su tökürəm. Yəni belə təqribən baxdım ki 5 stəkan gedər buna. 5 stəkan su tökdüm. Bu pendir suyunu hər dəfə hazırlayıram. Hazırlayanda da sizə göstərirəm. Nəyə görə? Əvvəl mən hazırlayırdım ancaq duzdan, pendirlər əriyib belə yağ kimi olurdu, belə palçıq kimi olurdu. Sonra bu üsul mama öyrəndi, mənə dedi ki, bəs belə deyirlər, daha yaxşı olur. 2-3 ildir bunu istifadə edirəm bu üsulu. Baxıram ki, doğrudan da xeyir eləyir. Hər stəkana belə bir xörək qaşığı pesoq, 5 stəkan tökmüşəm. Üstü tam dolmadı, düzdür. Çünki istifadə eləyirik, pendir bizdə yeyilir. Belə bu şəkildə qalacaq kızlar, neçə ay lazımdırsa. Markete gəlmişdik. Dedim çəkim sizlər üçün də paylaşım. Çünki burada qiymətlər, hər şeyin qiyməti digər marketlərə nisbətən ucuz olur. Taygiyə gəlmişdik həmişəki kimi, amma ondan öncə Bazar Store'a getmişdik. Kızlar, çox yəqin ki bu videonu mən paylaşanda endirimlər qutarmış olacaq. Çünki ayın 13-nə kimi idi. Amma çox gözəl endirimlər var idi. Məsəl üçün hamının aldığı ramaşka smetanı 3 manatdır deyəsən. Onu qoymuşdular 2 manata. Nə bilim, çox şey var idi. Yəni hər şeydə demək olar ki endirim var idi. Yumurtalar 11 qəpiyə düşmüşdü. Bir çox şeydə endirim var idi. Elə təsadüfən girmişkən biz də onlardan götürdük, aldıq. Burada da hər dəfə gedib gəlib çəkirəm. Belə qazanlar var. Yuxarıda da mənim istədiyim qazanlardan var. Hər ölçüdə. Yuxarıdakı bu qablar fikrimi cəlb elədi. Onlar maraqlı gəldi. Uzaqdan onları da çəkdim, paylaşdım sizlər üçün. Qızlar, baxın, qiymətlərdə hamısının üzərində yazılıbdır. Düzdür, belə litrajlarını bilə bilmədim nə qədərdir. Amma böyüyü, məsəl üçün 54 manat idi. Burada da belə qaşıqlar, çörək qabları. Mənim taxtamın qara rəngindən var. Altında da ağ balacası var. Qəşəng taxtadır. Neçə vaxtdır
neçə ildir? 1 il yarım, bəlkə də 2 il olar mən istifadə eləyirəm. Taxta deyil əslində, başqa materialdır, amma qəşəngdir. Ehtiyacınız varsa taxta əvəzi o materialdan ilə mərmər görünüşlü ala bilərsiniz. Həm üzəri bir elə kəsilmir, həm də ki rəngi dəyişmir. Sevərək işlədirəm. O gün arazda qiymətləri çəkmişdim, amma bilmirəm hansı neçəyə idi. Dedim burada da çəkim, Tayqaya gəlmişik. Məsəl üçün paletlər 3 manata düşüb belə deyəndə. Baxın, orada gördüyümüz şampun endirimdədir. Bu da 6 manat nə qədər idi? Həm Bazar Store'dan, həm də Tayqadan aldıqlarımızı qarışıq çıxardacağım. Bazar Store'da hansı endirimdə idi, onlardan götürdük, yəni digər marketə nisbətən. Belə də ki, əsasdakı Tayqadan götürdük. Xanımlar orada bir neçə ailə də gördüm. Bizi kimi eyni zamanda Bazar Store'dan aldılar. Daha sonra da Tayqaya keçdilər. Yəni baxıram ki, elə hamı bizi kimidir. Toyuq ətləri də endirimdə idi. Budunu götürdük, sinə ətini götürdük. Və bu ramaşkanı deyirdim. Bazar Store'dan 1 manat 99 qəpiyə götürdük. O gün isti su tökdüm krafinkaya. Uşaqlar üçün 6 düşdü. Əlimdə parçalandı. Onun əvəzinə belə bir krafinka götürdüm. Məndəki 1 litrlik idi. Bu 1.700-lükdür. Böyükdür belə şeydə. Ölçü olaraq da böyükdür. Elə yaxşı ki 6 düşübdür. Əslində məndəki stəkanları da deyəsən var idi. Yox, ondan əvvəlki stəkanları var idi. Bunu götürdüm. Əsas ondan ötürü yoldaşıma dedim ki, gedək. Çünki uşaqların su içməyə qabları yox idi. Qızlar, indi bilirəm bir çox bacılarım yazacaq ki, onu qaynatmamışdan ver suyu. Qızlar içmirlər. Hələ qızım heç içmir. Su qaynadılmayıbsa deyir sudan dəmir dadı gəlir. İçmir də belə. Yayda alırıq bitonlarla, kalçuk bitonlarda alırıq 19 litrliklərdə. Amma qışda çox elə işlənilmir deyə belə qaynadıram. Gündə bir çaydan qaynadanda bəs eləyir. Oradan da salatlıq götürdük. Ən sevdiyim mayonezdən. Bilirsiniz də bu mayonezi həmişə tərifləyirəm. Çox məsləhətlidir. Meçdadan da, bizim süfrədən də hamısından yaxşıdır. Sulanma vermir salata. Onu götürdük. Tualet kağızları endirimdə idi. Bir neçəyə idi o da. Ondan götürdüm. Mərci götürdüm. İnci axşama mərci istəyib. Colgate götürdüm. Ankaranın makaronları Bazar Store'da yenə endirimdə idi. 1 manat 20 neçə qəpik idi, yoxsa 40 qəpik idi. Ondan götürdüm. Test çayı olmazsa olmazmız. O olmayanda çayda elə bilirəm çay içmirik, ancaq belə yəni dadsız bir şey olur. Yine vanil götürdüm, kabartma götürdüm bir paket. Bir paket üyüdülməmiş istot götürdüm, qara istot. Keçən səfər kebab çəkmək istəyəndə oradakı qəssab dedi ki, bu qara istotu döyün, yumruları elə qatın, görün kebabın dadı necə olacaq. Ağlıma gəldi, dedim elə götürüm, onun paçkası da 1.70 idi deyəsən. Sonra belə turşu lavaşı götürdük, sevirik bunu ailədə, hamı sevir. Hər səfərində gedəndə bir dənə götürürəm, belə hamı sevərək yeyir onu. Dadı da qəşəng olur. 45 qəpikdir, onun da qiymətini deyim. Çünki bir çox yerlərdə 1 manatdan artıq görürəm. Bazar Store'dan belə yumurta götürdüm. Onu da seçdim, götürdüm. Balacası da var idi. İçinin böyüyü də var idi, qırıqları da var idi. Bunun da dənəsi 11 qəpiyə düşmüşdü. Sarı yumurtalar isə 13 qəpik idi, ya neçə qəpik idisə belə. Onu götürdüm. Diş çöpü 89 qəpiyə idi. 200-dən 50 bir dənə ondan götürdüm. West Gold kərə yağı 20 manat neçə qəpik idisə, o da endirimdə idi 1 kilo ondan. Bu Ankaranın yenə balıq qurağı makaronundan. Düzdür, bizdə çox elə makaron yeyilmir, amma evdə də çalışıram olsun. Arada bir də görürsüz suya töküb, süzüb, üzərinə sarımsaq qatıq eləyib yeməyi xoşlayıram. İnci də xoşlayır, düzdür. Belə qaynanam da xoşlayır. Bir elə
Yoldaşımla Vaqif deyir ki, bu nədir deyir, belə şey mi olar? Bu deyir xəncəl deyil. Deyirəm xəncəl deyil, makaron süzməsidir də. Bunu da dediyim kimi əzi belə istifadə eləyəcəm. Aldıqlarımız bu qədər. Çoxsunu da dediyim kimi endirimlə götürdük. Amma yenə də qiymətlər çox artıbdı. Bir dənə krafinka da ancaq bu idi. Başqa belə formada yox idi. İstəkanlı var idi. Məndə də stəkan çox olduğuna görə stəkanlı götürmək istəmədim. Mətbəxdə artıq yer tutur. Ona görə elə təklisi bu idi. Bunun da qiymətini dedimmi bilmirəm. 4 manat 80 qəpik idi. Uje indi gəlib burada yavaş-yavaş başlayıb yeməyə. Duzu boşaltdım qızlar. Keçən səfər adi duzlardan almışdıq. O üzərinə sol yazılanlardan. Tutuşdura bilmirəm də. Bilmirəm bir məndə elədi ya da ki duzların dadında fərq var. Tökürəm. Yoldaşım deyir yumurtanı səhər qlazok istəmişdi. Duzlu eləmisən. Həm içərisinin duzu belə böyük-böyükdür kristalları. Həm də ki tutuzdura bilmirəm. O birisi duzla bu duzun dadında fərq var. Duzlu olur. O birisi daha duzlu olur. Bunun duzluluq səviyyəsi biraz daha azdır. Bu da mənim kraska qabım, rəng qabım, kakao bura qoymamışam. Yox, qabartma vanil qabımdır. Dünən də tort üçün qoz qırmışdım, ondan biraz qalıb. Bunları da belə bu qaba yığıram. Allah hər kəsin qazancını bol eləsin, hər kəsə türklərin sözü olmasın, alım gücü versin inşallah, heç kimin qazanında, sumkasında eləməsin, çox çətindir. Doğrudan da yəni bu dövrdə ərzaq almaq belə çətindir. Hər şey çox bahalaşıbdır. Allah hər kəsə kömək olsun. Necə deyərlər, uşaqlarımızın istədiklərini alıb yedizdirə bilək inşallah. Bir xanım məndən demişdi ki, Pinterestdən necə şəkil götürə bilərik. Qızlar, baxın, belə giririk Pinterest proqramına. Məsəl üçün, kitab tortudursa, buraya yazırıq. Kitab tortunun çərçivəsini məsəl üçün götürüb hazırlamaq istəyirik. Buraya yazırıq. Çərçivə, görək çıxırmı? Baxın, çıxdı, görürsünüz. Məsəl üçün, qarası da çıxdı. Ağı da çıxdı. Bu ya bunu götürürük ya da ki bu xoşumuza gəlmirsə belə çevirdikcə gəlir. Baxın burada hazırı da var. Yazılıb, hazır qoyulub. Məsəl üçün tortların özləri də çıxdı. Hətta belə hazırı da var. Bunu da eləmək olar. Bunları götürüb belə yapışdırmaq da olar. Nəysə, bir dənəsini götürək. Məsəl üçün bunu götürürəm. Altda 3 nöqtədən vururam. Görüntünü endir var. Mən də türk dilindədir. Görüntünü endiririk. Görürsüz, cürbəcürdür burada yenə. Görüntünü endirdik. Ortadan çıxırıq. Keçirik InShot'a. InShot proqramına. Buradan bunu vururuq. Belə şəkil gəlir. Şəkil açılır. Burada çərçivəni düzləşdiririk. Bunu seçirik. Gördünüz, belə çıxdı. Görürsüz, solğundur buraları. Buna həmişə fikir verin. Bunu belə buradan rənglendiririk. Əsas bu sıcaqlıq doymadır. Bunları artırırıq. Baxın, nə qədər çox artırsam o qədər rəngləndi. Bir dənə də kəskinlik var. Onu artırırıq. Bu qədər belə. Keçirik üzərinə söz yazmağa. Tekst bölməsinə. Məsəl üçün yazırıq həyat kitabı. Kitabı. Hələ ki yazmırıq. Rəqəmini yazmırıq. Buradan yazını girib düzəldirik. Bundan rəngini dəyişdiririk. Məsəl üçün nə rəng istəsək, qızıl rəng istəyiriksə bunun üzərinə vururuq. Bunu gətiririk və bu rəngin bunun kənarından götürürük. Gördünüz, rəngi eyni oldu. Çərçivənin rəngi hətta biraz daha qırmızı oldu. Bunu düzəldim yenidən.
Bunun üzərinə, bunun üzərinə belə. Kənarına da bir dənə renk qoysaq daha həcmli görünər. Bəlkə sarı qoyaq. Belə də qoya bilərik. İstəsəz qoymaya da bilərsiniz. Belə. Sonra keçirik yenidən. Məsəl üçün 65. Bunu burada böyüdürük. Yenə bunu keçirik. Bir dənə balaca tire qoyuruq. Bir dənə də C yazırıq. Belə. Bunu da qoyuruq. 65-ci. Gördünüz, alındı. Təzədən yenə səhifə. Belə. Bunu da qoyuruq aşağı. Baxın xanımlar, kitabın səhifəsi hazır. Yəni də kitab tortu üçün belə bir şey. Bunu da buradan mən də dışa aktar yazıb, yəni yaddaşa salmaq. Belə edirsiniz, düşür yaddaşa. Təzədən yenə girin Pinterestə. Məsəl üçün nə tortu olsun? Məsəl üçün bir dənə Hello Kitty 7 yaş tortu var idi məndə. Giririk, baxın. Yazdım Hello Kitty 7. Nəysə, arxasında da söz gəldi. Baxın, hazır çıxır. Bunları da yenə buradan yaddaşa vururuq. Düşdü yaddaşa. Baxın, cürbəcür şəkillər özləri çıxır. Yenə bunları baxın, hətta belə hazırı da var. Məsəl üçün bunu yaddaşa vururuq. Belə yenə keçirik InShot'a. Reklam düşür arayana ara. Belə baxın qızlar, yenə girdik belə. Yenə buradan çərçivəni seçirik. Bu şəkildə. Gəlin sizə bir şey də göstərim. 7-ni məsəl üçün buraya salmaq istəyirik. Amma istəyirik 7-nin özü düşsün. Giririk çıxartmalara. Bura. Baxın. Bunun üzərinə basırıq. Baxın, hətta çıxartmışam da. Burada var ya bu. Bunun üzərinə vururuq. 7-nin üzərinə vururuq. Baxın, gördünüz, arxasını sildi, ancaq 7 qaldı. Bunu da belə vuranda, baxın, gəldi bura. İstədiyimiz hər hansı bir yerə, məsəl üçün pişiklər çoxdur, bir dənəsinin üzərinə qoyuruq. Sonra da bunu kəsib çıxardırıq. Pişiyin kənarları qalır, ancaq 7-ni çıxardırıq. Ya da ki, bunu biraz yığırıq belə. 7-ni bu kənarına qoyuruq. Onda da şəklimiz biraz balaca alınacaq. Belə. Sonra bunun qabağına məsəl üçün yazırıq inci. Yazın bir dənə inci. Bunu da eyni rəng eləmək üçün yenə buradan belə keçirik. Bunun üzərinə vururuq. Məsəl üçün bunun rəngi qəşəkdir. Bunun rəngini seçirik. Yenə bunun üzərindəki qələm işarəsinə vururuq. Kənarı üçündə seçirik. Məsəl üçün bu çiçəyin bu kənarını belə. Baxın, bu yazını da gətirib bura qoyuruq. Belə, biraz da belə. Sonra da yenə bu dışarı aktar, yəni telefona köçür. Belə basır. Baxın, qayd edildi. Yaddaşa düşdü. Keçirik qaleriyaya. Görüm qaleriya hanı. Canım, mənim qaleriya. Aşağıdan gördüm oradaydı. Qaleriyaya. Baxın, şəklimiz hazırdır. Ad da yazılıb üzərində. Bu da kitab üçün hazırladığım. Bunu da gedəndə tort ləvazimatlarına atırsınız şəkli olduğu kimi. İstəsəz deyirsiniz ki, məsəl üçün burada boşluq var, bunlardan burada salın. Ya da yenə InShot'dan özünüz yüklüyürsünüz. Bu şəkillərdən təkindən belə özünüz bura qoyursunuz. Belə bu şəkildə çıxardır. İstəsəz adi kağızda, istəsəz karton, biraz qalın kağızda, istəsəz vaflidə, istəsəz də şəkər xəmirində çıxartdıra bilərsiniz. Çox vaxtı adi qalın kağızda çıxartdırırıq. Həm qiyməti münasib olur, həm də ki, belə kraska olur da, necə kimyəvi boya olur. Bunu uşaqlar yeməsə daha yaxşıdır. Vaflidə, şəkər xəmirində çıxartmaqdansa elə adi çıxartmaq yaxşıdır. Sonra da uşaqlar oyuncaq kimi, şəkil kimi dəftərlərinə yapışdırırlar. Nəysə xanımlar, bu qədər olsun. İnşallah başa sala bildim.